Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Bugün sizlər üçün dekabr ayının bütün bürclər haqqında paylaşım etmək istəyirəm və sizlərdən xahişim budur ki, səhifəyə abunə olmağı və bəyənməyi unutmayın. Dekabr ayı üçün Oğlaq bürcləri, ümid edirəm inşallah Oğlaq bürcü altında doğulan yaxşı insanların da, niyyəti düzgün insanlara da uğurlu və ruzi bərəkətli gələr. Əziz oğlaqlar, dekabr ayı siz üçün düşərli, uğurlu və gözəldir. Sadəcə olaraq ekin başlanğıcından uğur getirsə də, ikinci, üçüncü həftənin əvvəllərindən sizə bəzi uğursuzluqlar olacaq. O da ki, şeytani əməllərimizin köhnədən qalan, şeytani əməllərimizin gücü, təsiri olsa da, yenə də Allahın qoruyucu mələkləri üzərimіздədir. Sadəcə olaraq dini münaqişələrdən, bəzi münaqişələrdən uzaq durun. Sizi üçün sevindirici hal o haldır ki, dekabr ayı üçün harasa gezməyə getmək istəsəz uğurludur. İş adamları üçün müqavilələrində uğursuzluqlarım olsa da, bəzi balaca bir iş yerində işləyən işçilər üçün uğurlu və ruzi bərəkətli bir gün olacaq, ay olacaq. Ən uğurlu günlərdə sizin 22-si, 12-si, 22-sidir. Ən uğursuz günlərimiz 4-ü, 8-i günləridir. Bu günlərində ehtiyatlı olun. Allah Taala hər bir bürc altında doğulanların üzərində olsun inşallah. Bəzi oğlaq bürclərindən olanlarda boşanmalar olacaq, ayrılıqlar olacaq. Çoxdan boşanmaq istəyən bürclər, nəhayət ki, son qərara oğlaqlar son qərara gələcəklər boşanmaqları haqqında. Bəzi sevgililəri olanlarda uğursuzluq olsa da, bəziləri isə yeni sevgili tapacaqlar və uğurlu bir sevgi həyatları olacaq. Dekabr ayı üçün dolça bürcləri, ümid edirəm inşallah dolça bürclərlə uğurlu, ruzi bərəkətli, sağlam bir həyat Allah nəsib edər, Allahın izni ilə. Əziz dolça bürcləri, dekabr ayı üçün sizlərin hər birinə təəssüf edici bir söz deyəcəm. Yəni, hər biri bizə aid olmasa da, şeytani əməllərə gedən dolça bürclərindən olan qadın və kişilər nəzərə alın ki, sizə görə, sizin bürcünüzün altında doğulmuş başqa bir insanlara da sizin etdiklərinizin əvəzində Rəbbimizin qəzəbinə tuş gəlirlər. Ona görə ki, bu şeytani əməllərdən uzaq durun. Dolça bürcləri altında doğulan qızlardan onu demək istəyirəm ki, yadınızda saxlayın. Gedən insan, sevdiyiniz insan geri döndərmək üçün heç bir şeytani əmələ əlinizi atmayın. Bəzi tələbələr paxıllığa tuş gələcəksiniz və haqqınızda olmayan bəzi məlumatlar müəllimlərimizə çatdırılacaq və aranızda münaqişələr olacaq. Ona görə də ehtiyatlı olun. Qurbanı olan dolça bürclərindən istər qadınlar, istər kişilər qurbanlarınızı kəsin. Qazandığınız pulunuzdan bədəl verməyi unutmayın. Çünki üzərinizdə bir qara bulud kimi bəzi negativlər var ki, o negativləri kökündən götürmək üçün siz bunlardan uzaq durun, qeybətlərdən, başqalarının haqqında danışmaqdan, başqalarla maraqlanmalarınızdan uzaq durun və sizin yolunuzda, uğurunuzda dekabrın sonundan uğurlar, gələn ilin əvvəlində uğurlar başlayacaq. Allah hər bir bürc altında doğulmuşlara yar və yardımcı olsun. Dekabr ayı üçün balıq bürcləri, ümid edirəm Allahın rızası ilə, izni ilə balıq bürcləri üçün də uğurlu bir ay olacaq.
Əziz balık bürcü altında doğulmuş insanlar, cazibənizlə, ağlınızla, mətanətinizlə hər zaman qazandığınız uğurlarınız sizinlə beraber olmağını istəyirsinizsə, başqalarının yanında öz planlarınızdan danışmayın. Unutmayın ki, dekabr ayında sizi için yaxşılıq etmiş bir insan, hər hansısa bir işe yönləndirilmiş bir insanlar sizə paxıllıq edəcəklər. Əksinə, sizi için indi protiv bir dekabr ayının sonunda bayramınızda narahat olmağınıza, göz yaşınızı səbəb olmağınıza görə bəzi planlar çizilir və yaxşılıqlarını önünüzə qoyaraq qəlblərinizi qıracaqlar. Bəzi balıq bürclərindən olanlar da yeni ilində dekabrın sonundan xoş xəbər gələcək. Yeni ilində uğurlar olacaq. Əziz balıq bürcündən olanlar, bir şeyde sizi sevindirmek istəyirəm ki, uzun zamanda kirayədə kalan balıq bürclərindən olan, bəlkə də çox bir miqdarda insanlar ev sahibi olacaqlar. Uzaq yollarda iş kurmaq istəyən insanlar gələn ilin əvvəlindən, dekabrın sonundan gələn ilin əvvəlindən uğurlu, müvəffəqiyyətli müqavilələrimiz olacaq. Yenə də deyirəm, qurbanlarımız var, qurbanlarımızı kəsin. Öz gücünüzlə, öz iradənizlə işləyin, başqalarına baş qoşmayın. Ona görə ki, heç kimlə öz planlarınızı danışmayın, problemlerinizi danışmayın. Çünkü planlarınızı uğurluyurlar. Problemlerinizi ise sizin her bir yerde arkanızdan danışmadığına göre, size pis negatif ötürməklərinə göre ellerine şans verirsiniz. Bu şanslardan ehtiyatlı olun. Uzun müddətli evlat sahibi olmayan balıq bürclərində evlat sahibi olacaq, evlənə bilməyənlər evlənəcəklər. Bəzi balıq nişanları təzə pozulmuş, istər qadın, istər kişi balıq bürclərində yeni nişan olacaq. Yəni Türklər də talibləri olacaq və xoşbəxt bir ailə həyatına qədəm qoyacaqlar. Çalışın sizin qapınıza, sizə elçi düşən insanlara və yaxud da ki, kişi balıqlara münasib bilinən elçilik üçün, nişan üçün qızları rədd etməyin. Çünkü bu sizin önünüze gelen her bir kızda uğurlu, her bir oğlanda uğurlu bir aile hayatınız olacak. Ayın 11'i en uğurlu gününüzdür. Ayın 12'si en korkulu gününüzdür. Ehtiyatlı olun. Çünkü 12'sinde doğulmuş balıq bürclərində dekabrın 12'sində də uğursuzluq gəlir və su olduğu yerdə, dənizlədir, göldədir, balıq üçün gedəcək və yaxud da dəniz gəzintilərinə çıxacaq balıq bürcləri dekabr ayında, yanvar ayında məsləhət görmürəm. Çünkü o günlərdə ehtiyatlı olmalısınız. Yeganə düşərli gününüz 5-ci gündür. Dualarınızı Allah'ın adını tutmağı dilinizdən əskik etməyin.